Həftəlik bürclər, balıq, xərçəng, əqrəb bürclərinin su ünsürlərinin 30 martdan 6 aprelə doğru nələr gözləyir? Birinci balıqlardan başlayaq. Balıqlar bu həftə heç nə planladığınız kimi olmayacaq. Yəni bu həftə özünüzü plan qurmaq, özünüzü yeni bir alana doğru aparmaqla böyük çaba etməyə ehtiyac yoxdur. Çünki hər düşündüyünüz addım və hərəkətlər zaman olaraq, evren olaraq 1-0 geridə olacaqsınız. Bu həftə egoistliyiniz həddən artıq çoxdur, özgüvəniniz var, şans, pul, maddiyyat, hər şey mükəmməldir. Bir dənə problem balıqlar. Biz zamanla mübarizəyə girib öz sözümüzü, öz gücümüzü göstərmək zamanı deyil. Bu həftə belə deyim də çox ideal olduğunuz, mükəmməl fikirlərə, mükəmməl maddisal idarəyə, özgüvəniniz yüksək səviyyədə olacaq ki, sanki şanslarınızı, özünüzün qabağa çəkməyiniz, beyninizdə olan planlarınızın həyata keçirməsi üçün böyük bir alan, böyük bir mühit yaranacaq və insanlar sizin ətrafınızda sizə heyranlıqla, sizə tabe olmaqla, sizin məntiqinizə, ağlınızı, özünüzə tabe olmuş şəkildə yanaşmaları həddən artıq çox olacaq. Gözəl həftədir. Bu həftənin şanslarını bilirsiniz. Problem bilirsiniz nədir? İstədiyiniz hər şey eyni zamanda etməməyinizdir. Amma buna baxmayaraq hər şeyi əldə etməyinizi çox gözəl bacaracaqsınız. Çünki evrenin qorumasındasınız və ən çox da balıq bürcünün kişilər bu həftə şəxsiyyətlə əlaqədar, münasibətlə əlaqədar olaraq, özgüvənlə əlaqədar hər şeyi yüksək səviyyədə əldə etməyiniz var. Bu həftə sizin həftənizdə amma bir balaca seçdiyiniz qadın və yaxud da kişilərə şəxsiyyətlə əlaqədar onları incitməyin. Çünki onların ağırlıqları sizdə qala bilər. Balıqlar amma şans və cəhətdən pul, maddiyyat mübadiləsi həftənin sonları doğru gözəl bir şəkildədir. Qulaq, göz və çənə sisteminizdə nəsə narahatçılıqlar yarana bilər. Bir balaca onlara fikir verirsiniz, balıqlar daha yaxşı olar. Ümumi 80%-ə, 82%-ə qədər həftəviz uğurludur. Xərçəklərə gələndə isə xərçəklər olduğunuz mühit, olduğunuz yer sizin üçün narazıdır. Heç bir yerdə komfortlu olmayacaqsınız. Daxili təklifinizdə qalacaqsınız. Belə deyim də, aktivləşib önə çıxıb sonra istəmirəm, yorğun bir vəziyyətdə geriyə çəkiləcəksiniz. Düşüncə, fikirləriniz yarımçıq olacaq. Ailəvinizlə, valideynlərinizlə, mühitinizlə əlaqədar danışıqları istədiyiniz kimi apara bilməyiniz. Həftə kritik həftə deyil, həftə narahat həftə deyil. Sizin beyin düşüncələriniz narahat bir vəziyyətdədir. Sanki belə deyim də, tam toparlanmağınız, özünüzü qabağa çəkməyiniz, dəngəsallığınız, qərarlığınız tam güclü bir şəkildə deyil. İllüziya dünyasında yaşayacaqsınız. Mən belə istəyirəm, amma olmur. Bu sizin enerjinizi zəiflədəcək. Mən öndə olmaq istəyirəm, istədiyim kimi aktivləşə bilmirəm. Tam belə deyim də, qeyri-taraz, yarımçıq vəziyyətdə qalacaqsınız. Sağlamlıqla əlaqədar xoşuma gəlməyən bir məqamlar var. Çünki sağlamlıqla əlaqədar həm yaddaş var, həm bədənimizin yorğunluğu çoxdur, sinirsel problemlərimiz var, ayaqlarımızda olan narahatçılıq, xərçənglər getdikcə artır. Bunlara fikir vermək lazımdır. 70-68%-ə qədər həftəviz uğurlu edə bilərsiniz, amma bu uğurlu bir həftə demək deyil. Əqrəblərə gələndə isə əqrəblərin kritik narazıçılıqları, emosionallığı, şəxsiyyətlə doğru çox yönəlmiş bir vəziyyətimiz var. Əqrəblər sevgidə nə istəyirsiniz, münasibətdə nə istəyirsiniz bəlli deyil. Hər şey istəyirəm, heç nə qane eləmir. Bu narazıçılığı ya düzəltməsiniz, ya da ki, belə deyim də, əqrəblər nə problemimiz varsa bunu danışıq olaraq ifadə etməsiniz. Yəni insanlar sizin hansı sferada narahatçılıq olduğunuzu və nə istədiyinizi bilməlidir. Çünki insanlar da sizdən itələyici gəzirlər. Zaten xarakter olaraq çox soyuqsuz və soyuq daxili təklifinizdə qalan insanlarsınız. Biraz bəzi şeylər düzəltməz. Emosionallığınız, sevgi, diqqət, istəyiniz normadan çoxdur və bunu istədiyiniz kimi əldə edə bilməyəcəksiniz. Tam taraz vəziyyətdə olmayacaqsınız. Pul maddiyyatla bağlı bu həftənin sonlarına doğru düzgün dəngə aparmayacaqsınız. Lazımdan çox israf və yaxud lazımdan çox belə deyim də maddisal dəngəsizliyiniz olacaq. Narahat həftə deyil, amma əqrəblər bir həftə pul maddiyyatın bir həftənin yarısında pul maddiyyatın daha düşüb özünüzü ifadə edə bilməyəcəksiniz. Həftənin sonlarına doğru uşaq kimi olacaqsınız. Sevgi, istək, diqqət tələb edəcəksiniz, amma istədiyinizi əldə edə bilməyəcəksiniz. Özünüz öz auranızı narahatçılıq formasında, güvənsizlik formasında aktivləşdirəcəksiniz. Əqrəblər bu daxili təklikdən çıxmağınız çox vacib. Çünki bu il su ili olduğu üçün bizim dalğalanmağımız, əqrəblər bizim deyəndə, yəni sizlər, sizin dalğalanmağınız normadan çoxdur. Ya bir istiqamətdə özünüzü tarazlayıb eyni mühitdə qalın, ya da ki, dalğalanmadan istifadə edərək gücünüzü artırın. Eyni monotonluqda qalmağa ehtiyac yoxdur. Ümumi dəyərləndirsək, əqrəblər həftəviz hardasa 67-68%-ə qədər uğurludur, amma bu uğurlu həftə deyil. Çünki beyin susmur.